Salam traderlar. Donald Trump və trading. Bunların bir-birinə nə aidiyyəti var? İndi sizə izah edəcəm. Bilənlər bilir, bilməyənlər də bilsin. Hər ayın ilk 5-ci günü vacib xəbərlər çıxır. İqtisadi xəbərlər, hansı ki bazara güclü təsir göstərir. Non-farm payrolls adlanır. Yəni işsizlik sayı çoxalır və yaxud da azalır. Hökumət administrasiyası nümayəndəsi çıxır, elan edir. Amerika Birləşmiş Ştatlarında işsizlik sayı çoxaldı və yaxud da azaldı və bunun nəticəsində güclü impulslar olur yuxarı və yaxud da aşağı. Telegram kanalında bu xəbərlərdən necə qazanc əldə etmək olar geniş şəkildə paylaşım etmişik, video şəklində də paylaşım etmişik, qəriz bir şey yoxdur və Donald Trump administrasiyası shutdown, yəni hökumət sadəcə işləmir, bu yüzden də bu xəbərlər çıxmır və bazarda da güclü impulslar olmur. Kim ki Green Card loteriyasına qoşulmaq istəyir, Green Card'ın açılmamaq səbəbi də budur. Hökumət sadəcə işləmir. Donald Trump, trading, Green Card, kriptovalyuta bunlar hamısı bir-birinə bağlı olan mövzulardır. Telegram kanalında hər bir şey paylaşırıq, əlimizdən nə gəlirsə bildiklərimizi paylaşırıq. Açıq şəkildə hər şeyi oxuya bilərsiniz. Kurs da paylaşılıb, yeni başlayanlara kömək ola bilər, onu da yükləyin. Oxuyun, vacib xəbərlər, məlumatlar, bizlə ticarət, dəstək, hər bir şey var. Sağ olun və uğurlar sizə.